sevgi bir kişinin xəyanətinə təsir edə bilirmi? Sevən zaman birinci mərhələsi sevgidir. İkinci mərhələsi dediyim o emosional və seksual tələbatların ödənməsi. Bunlar yaxşıdırsa, əlbəttə onun xəyanət dürtüsünü bastıracaq içində. Əgər bağışlamaq başa düşüləndirsə, biraz da belə desəm, alqışlananırsa, niyə biz bağışlayan qadını yüksəldirik, xəyanəti bağışlayan kişini isə alçalda bildiyimiz qədər alçaldırıq? Mən düşünürəm ki, ümumiyyətlə, özəlliklə qadınlarla bağlı bu tendensiya biraz dəyişibdir. Yəni, tam tərsinə, məncə xəyanəti bağışlayan qadın daha çox alçaldılır indiki dövrdə. Nəinki qəbul edən, qəbul etməyən daha çox belə qəhrəmana çevrilir. Məncə, müasir dövrdə belədir. Və hansının yaxşı, hansının pis olduğunu mən dediyim kimi deyə bilmirəm. Bu cəhətdən deyə bilmirəm. Çünki hər kəs də fərqli işləyir. Kimin üçünsə doğru olan budur, kimin üçünsə başqa variantdır. Amma xəyanəti qəbul edən kişini niyə alçaldırıq? Aydın məsələdir. Çünki şərq cəmiyyətində bu cür kişilik anlayışının ümumiyyətlə belə şeylərdən keçməsi səbəb olur ki, deyirsin ki, məsəl üçün kişi, ümumiyyətlə nəinki bağışlamaq, hətta bir çox hallarda biz şahid oluruq ki, xəyanətə görə kişi qadını boşayanda ona pis baxırlar. Niyə ki, sən onu öldürməliydin, sən onu ya döyməliydin.